Ramiz Mehdi'nin razılığı olmadan bir nəfər parlamentə düşmüyor. Bu demək ki, bu adamın silahlı qüvvələrinə və ya da ən azı silahlanmış insanlarla əlaqəsi var. Çünki zoraki yolda hakimiyyət çevirmək üçün silah lazımdır ki, Ramiz Mehdi mənə çağırıb dedi, sən İsa Qəmbəri söy, təhqir elə, deputat ol. Özünü müxalifət adlandıran adamların özünün də parlamentə düşməsində Ramiz Mehdi'nin müstəqilliyi var. Siz Ramiz Mehdi'dən dil tapın, yoxsa siz heç deputat ola bilməzsiniz. Ya Rusiya getdi eləməklə, ya Azərbaycanda bu negativ siyasət iştirak eləməklə, bütün bunlar hamısı günahkardır. Bunlar hamısı Ramiz Mehdi'yə qədər dövlətçiliyə qarşı xəyanət etmiş adamlar. Amerikanın kəşfiyyat orqanlarında kifayət qədər məlumat var. Hər vaxtınız xeyir olsun dəyərli Statinfo izləyiciləri. Bugün mən Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu'nun qonağıyam. Gündəmi müzakirə edəcəyik. Sərdar bəy, Ramiz Mehdiyevin həbsi gözlənilən idimi? Daha kimlər həbs olunma bilər? Əvvəl onu deyim ki, Ramiz Mehdiyevlə bağlı olan məsələyə biz hüquqi nöqteyi nəzərdən daha çox siyasi nöqteyi nəzərdən yanaşmalıyıq. Çünki Ramiz Mehdiyev uzun müddət Azərbaycanda siyasi post tutub. Azərbaycanın son 30 illik siyasi həyatında həlledici fiqurlardan biri olub. Bugünkü Azərbaycanın memarlarından biri də pərdə arxasından Ramiz Mehdiyevdir. Ona görə biz məsələyə hüquqi müstəvidən daha çox, adi bir cinayətkarın cinayəti məsuliyyətini cəlb etməsindən daha çox Azərbaycan dövlət siyasətini yanlış bir istiqamətə aparmaq, Azərbaycan xalqının tarixi inkişafdan saxlamaq, Azərbaycanda sosial negativ hadisələrə geniş rövnək vermək baxımından dəyərləndirməlidir. Bu baxımdan Ramiz Mehdiyev vətənə xəyanətdən və dövlət çevrilişindən daha ağır bir cani kimi mühakimə olunmalıdır. Ramiz Mehdiyevin Rusiyanın tapşırığı ilə Azərbaycanda bu siyasəti aparması, Azərbaycanın bizə qardaş olan ölkələrin uzun müddət münasibətlərin soyuq qalmasında, Avropa ilə Azərbaycan münasibətlərinin pozulmasında, Amerika-Azərbaycan münasibətinin soyuqluğun yaranmasında müstəsna xidmətləri olur. Beləcə Azərbaycanda korrupsiya, insan hüquq azadlarının göbüsətə pozulması, beynəlxalq öhdələrin yeni itirməsində Azərbaycan dövlətinin yayılması ilə bağlı bütün məsələlər Ramiz Mehdiyevin adı ilə bağlıdır. Bu məsələnin siyasi tərəfidir. Yəni Rusiyanın Azərbaycan dövlətinə qarşı, Azərbaycan xalqına qarşı uzun illər apardığı imperial siyasətin yeni dövrdə, yəni müstəqil Azərbaycanda Ramiz Mehdiyevin rəhbərliyi altında aparılması deməkdir. O ki, qaldı konkret hüquqi prosedurya. Təbii ki, bugün Ramiz Mehdiyevə qarşı irəli sürülən iddialar çox ağır iddialardır. Bugünə qədər Azərbaycanda silahlı yolla dövlət seçilə cəhd iddiamı ilə heç kəs mühakimə olunmuyubdur. Bu baxımdan bu demək ki, bu adamın silahlı qüvvələrinə və ya da ən azı silahlanmış insanlarla əlaqəsi var. Çünki zoraki yolda hakimiyyət çevirmək üçün silah lazımdır. Bu da onu göstərir ki, Ramiz Mehdiyevlə bağlı iddiamlar Güc Nazirliklərinə gedib çıxacaq və ən yüksək rütbəli Güc Nazirliyi nümayəndələri də məhkəmə məsələsinə cəlb olunacaqdır. Ramiz Mehdiyev Azərbaycanda Rusiyanın agentur şəbəkəsinə, Rusiyanın təhsil dairəsində burada təmin edən insanlara rəhbərlik elədiyinə görə, əslində baxsan Ramiz Mehdiyev mühakimə prosesi bəlkə də əsrin ən böyük mühakiməsi olacaq. Burada daha çox yüzlərlə çox yüksək rütbə tutmuş məmurlar, Azərbaycan xalqına qarşı indiyə qədər aparılan cinayətlərin, o cümlədən Qarabağın uzun müddət işğalda qalmasında rolun adamlar ifşa olunub, hamısı cəzalanmalıdır. Söhbət Nəzməddin Sadıqovdan gedir, söhbət iqtisadi cinayətkarlığına məşğul olan nəhəng korrupsiya faktlarına məşğul Azərbaycan dövlətini iqtisadi cəhətdən tükəndirmək, çöktürmək, Azərbaycan vətəndaşları ilə Azərbaycan hakimiyyət arasında olan konflikti, ziddiyyəti yaradan adamlardan gedir. Eləcə də Azərbaycan xalqında dövlətə qarşı inamsızlıq sarsıdan insanlardan gedir. Elə bir deputat, elə bir nazir, elə bir icraat, elə bir komitə sədri və yaxud da ondan nisbətən aşağı dərəcədə insan yoxdur ki, onlar Ramiz Mehdiyevin xeyir duası almadan Azərbaycan dövlətində təmsil olacaq. Sadəcə bugün Ramiz Mehdiyevə qarşı çox ağır iddiamlar sürüyor. Ola bilsin bu adamların bəziləri Ramiz Mehdiyevin doğrudan da yalnız başqa yollarla, rüşvət verməklə, qohumluğuna, yerli-bazlıqla əlaqələnib bu müəyyən dövlətdə yerlər tutur. Amma böyük əksəriyyəti müəyyən konkret öhdəlik müqabilində Ramiz Mehdiyevindən əməkdaşlıq ediblər. Xüsusən parlamentin 90%-i Ramiz Mehdiyevin nəzarətində olan və burada Rusiyanın maraqlarını təmin edən insanlardan təşkil olunur. Özünü müxalifət adlandıran adamların özünün də parlamentə düşməsində Ramiz Mehdiyevin müstəsna xidmət var. Çünki hər bir adama bir vəzifə tapşırılır. Məsələn, mən bir partiya sədri adını çəkməsəm, deyir ki, Ramiz Mehdiyev mənə çağırır, dedi, sən İsa Qəmbəri söy, təhqir elə, deputat ol. Və yaxud da başqa bir nəfər mənə deyir ki, siz Ramiz Mehdiyevindən dil tapın, yoxsa siz heç deputat ola bilməzsiniz. Yəni, faktiki olaraq Ramiz Mehdiyevin razılığı olmadan bir nəfər parlamentə düşməyib. İndi burada sual belə qoyulur. Bu adamların
Ramiz Beytinin razılığını nə ilə alıblar? Ya Rusiya agenti eləməklə, ya Azərbaycanda bu negativ siyasət iştirak eləməklə, ya da ən azı layıqlı adamların yerini tutub orada dövlətin inkişafında xidmət ola biləcək adamların hakimiyyətə təmsil olmağının qarşısını almaq idi. Vəssalam. Bütün bunlar hamısı günahkardır. Kim ki qeyri-qanuni mandat alıb uzun illər parlamentdə oturub, bunlar hamısı Ramiz Mehdiyə qədər elə dövlətçiliyə qarşı xəyanət etmiş adamlardır.